Bu pinqvin videosu əslində nəyi göstərir? Son günlər yayılan bu görüntü bir çoxları tərəfindən gerçək və yeni hadisə kimi qəbul edilir. Əslində isə bu kadrlar 2007-ci ildə çəkilmiş "Dünyanın Sonunda Qarşılaşmaları" adlı sənədli filmindəndir. Videoda bir Adelin pinqvin koloniyanı tərk edir və qida mənbəyi olan dəniz əvəzinə Antarktidanın daxili buzlu ərazilərinə doğru gedir. Bu davranış fəlsəfəsi və ya şuurlu qərar deyil. Elm bunu belə izah edir. Pinqvinlər istiqaməti Günəşə, yer maqnit sahəsinə və ətraf mühit nişanələrinə görə müəyyən edir. Bu sistemlərdə pozuntu yarandıqda heyvan yönünü itirə bilər. Buna stres, xəstəlik və ya nevroloji problemlər də səbəb ola bilər. Yəni bu video planlı qaçış yox, təbiətdə rast gəlinə bilən tragik davranış pozuntusudur. İnternet isə bu görüntüyə insan hisslərini yüklədi.